Siz də mənim kimi badambura sevmirdinizsə, bu reseptdən sonra ürəyiniz gedəcək. Xəmirə lazım olan ərzaqları dəqiqliyindən aşağıda qeyd eləmişəm. Əsas mayanı ilıq suda açıb qatmağı unutmayın. Bura qatılan sirkə isə layları xırçıltı eləyir. Xəmiri 10 yerə bölüb kündələr eləyirəm. Mən 5 qat yaymaqla, yəni xəmiri 2 hissəyə bölüb yaydım. Kündələr dincələnə kimi badamları yuyub, qaynar suda saxlayıb qabığını soyuram. Yaş badamları avro kağız dəsmalı üzərində qəşəng qurudub, sobada da biraz qovururam. Qovurduğum badamları üyüdüb, şəkər tozu ilə qarışdırıb içliyi hazırlayıram. Kündələri bərabər diametrdə yayıb, hər layın arasına əridilmiş kərə yağı çəkirəm. Hər qatın arasına 3 xörək qaşığı bəs eləyir. Yağ qədərində olmalıdır ki, nə kənara çıxsın, nə də quru olsun. Yağ çəkməzdən öncə əlimlə qatları presləyirəm. 5 qatdan sonra rulon şəklində büküb fal-fal kəsirəm. Bu mərhələdə xəmiri açıqda saxlamayın ki, qurumasın. Layları yayıb içliyi doldurub bükürəm. Bükdüyüm tərəfdən siniyə yığıb 160 dərəcədə bişirirəm. Biraz qızardığını görən kimi sobadan çıxardıram. İstisi 5 dəqiqə çıxandan sonra şəkər pudrası səpirəm və salam hazırdır. Bizim evdə anam bayramlarda ancaq qoğal, şəkərbura, paxlava bişirərdi. Artıq qalan xəmirdən də mütəkkə eləyərdi. Bəs siz bayramlarda badambura bişirirsiniz?